Добрый вечер, дорогие друзья. Как ваши дела? Надеюсь, у вас все хорошо, все идет своим чередом. Bir müddət əvvəl yorumların birində tam dəqiq yadımda deyil, yəni yorum yazanlardan biri mənə fe'li sifət haqqında məlumat verməmi istəmişdi. Mən baxmayaraq ki, dərslərin arasında fe'li sifət haqqında yəni dərs hazırlamışdım, amma bir daha üzərindən keçməyə qərarı aldım ki, siz bir daha fe'li sifətlə ətraflı tanış olasınız deyə. Причастие, yəni fe'li sifət rus dilində belə adlanır. Причастие. Eyni ilə Azərbaycan dilində olduğu kimi fe'li sifət rus dilində də özündə fe'lin və sifətin əlamətlərini daşıyır. Eyni bizdəki kimi fe'l və sifətin əlamətlərini daşıyır. Və rus dilində fe'li sifətimiz sifət kimi какой, hansı necə, женском роде какая, среднем роде какое и во множественном числе какие sualına cavab verir. Gördüyümüz kimi isimlə uzlaşır. Sifət kimi və sifət kimi eyni ilə мужской родda i, женский родda a-ya, средний rodda y və cəmdə də i-y şəkilçisi qəbul edir və eyni ilə sifət kimi padejlərdə isimə uyğun olaraq hallanır. Yəni, eyni sifətin şəkilçisi, sifəti biz necə hallandırırıq bütün padejlərdə, eyni sistemlə fe'li sifətdə padejlərdə hallanır. Fe'l kimi keçmiş və indiki zamanda olur, yəni fe'ldən yaranır. Fe'l kimi keçmiş və indiki zamanda olur, amma gələcəyi yoxdur. Mənim bildiyim qədər Azərbaycan dilində fe'li sifətin keçmiş zaman və yaxud indiki zaman belə bir anlayışı olmamalıdır. Əgər yanlış xatırlayıramsa, Azərbaycan dili müəllimləriniz varsa aranızda, yəni baxanlar, həmçinin Azərbaycan dili qrammatikasını yaxşı bilənləriniz varsa, mənə orada yorumda yaza bilərlər. Mənim bildiyim qədər fe'li sifət bir növdədir Azərbaycan dilində, amma rus dilində keçmiş və indiki zaman variantında olur və gələcəyi yoxdur. Təbii ki, fe'li sifət, yəni причастие, keçmiş zamanda olduğu üçün совершенный вид və несовершенный вид, yəni bitkin və davam edici tərzdə də olur rus dilində. Fe'li sifət rus dilində iki variant ayrılır причастие. Действительное причастие, biz buna məlum fe'li sifət deyəcəyik. Hərəkətin kim tərəfindən görüldüyü məlumdur. Yəni, hərəkəti obyekt özü yerinə yetirir. Və bir də страдательное причастие var. Buna da məchul fe'li sifət deyəcəyik. Теперь давайте посмотрим, как употребляется действительное причастие в настоящем времени. Məlum fe'li sifətimiz indiki zaman fe'llərindən yaranır və indiki zamanda necə istifadə olunur. Fe'li sifətimiz что делающий, nə edən sualına cavab verir. İndiki zaman fe'lləri biz bilirik ki, rus dilində первый и второй спряжение, yəni birinci təsriflənmə və ikinci təsriflənmə fe'llərini ayrılır. Eyni ilə birinci və ikinci təsriflənmə fe'llərindən yaranır fe'li sifət. Birinci, yəni fe'li götürürük, hər hansı bir fe'li indiki zamanda üçüncü şəxsin cəmində onlar deyə hallandırırıq. Birinci sprijeniya fe'llərimiz bilirik ki, onlar deyə hallandıqda ut və yaxud yut şəkilsi qəbul edir. Yəni, əgər fe'l ut və yaxud yut şəkilsi qəbul edirsə, bunun fe'li sifət variantı uş, yuş şəkilçisi, həmçinin cins şəkilsi ilə, yəni sifətin cins şəkilsi ilə düzəlir. Допустим, vыбираем qlaqol жить, yaşamaq. Fe'li üçüncü şəxsin cəmində, yəni onlar deyə hallandırırıq. Они живут, ut. Deməli, bu fe'li sifətimizin bu forması uş şəkilsidir. Yəni, utu atacağıq, yerinə uş qoyacağıq, и plus cins şəkilçimiz. Если это в мужском роде. Əgər mужской rodda istifadə ediriksə, живущий olacaq. Əgər qadın cinsindədirsə, живущая. Orta cinsdə живущее, cəmdə живущие. Bu bizim Azərbaycan dilinə tərcümədə yaşayan deməkdir. Və mən bir sözü demək istəyirəm, hörmətli, yəni əziz tələbələr, mənim dərslərimi izləyənlər. Fe'li sifət bizim indiyənəcən rus dilində который köməkçi, bağlayıcı sözünün qurduğu ilə cümlələrimizi əvəz edir. Yəni, biz indiyənəcən cümləni necə qururduq? Məsələn, burada yaşayan insan
daha çox necə qururuq? Человек, который живет здесь. Bu который, yəni который ilə qurulan cümlələr rus dilində mürəkkəb cümlələr sayılır. Bu mürəkkəb cümlələri sadələşdirmək adına fe'li sifətdən istifadə edir. Yəni artıq который sözünü istifadə etmirik. Sadəcə deyirik живущий здесь человек. Yəni burada yaşayan insan. Bu bizə cümləni konkretləşdirməyə, bəsitləşdirməyə imkan verir. Təbii ki, sizə əgər fe'li sifət asan gələrsə. Yox, əgər fe'li sifət sizə asan gəlmirsə, o zaman siz которыйın köməyi ilə bu cümlələri qura bilərsiniz. Допустим, возьмем глагол писать. Üçüncü şəxsin cəmində onlar deyə hallandırdığımız zaman fe'limiz pишут, ut şəkilsi qəbul edir. Deməli, bunun fe'li sifəti uş plus cins şəkilsi, yəni мужском роде пишущий, женском роде пишущая, среднем роде пишущие və cəmdə pişuşiye variantında olur. Səsimə görə çox-çox üzr istəyirəm. Havalardan dolayı səsim biraz deyək ki, belə, yəni xəstələnib, belə deyək. Qlaqol играть. Üçüncü şəxsin cəmində они играют. Yut olduğu üçün deməli yuş şəkilsi qəbul edəcək fe'li sifət variantı. И plus окончание рода və yəni cins şəkilsi. Играющий, играющая, играющие, играющие, допустим. Qlaqolu второго sprijения. İkinci təsriflənmə feillərimiz üçüncü şəxsin cəmində, yəni onlar deyərkən at və yaxud yad şəkilçi qəbul edirdi. At və yad şəkilçi qəbul edən feillərimizin причастие, yəni fe'li sifəti aş, yaş şəkilçi plus окончание рода, yəni cinsin şəkilçi ilə düzəlir. Допустим, qlaqol молчать. Onlar susurlar deyirdik. Они молчат. At olduğu üçün, yəni fe'li sifət причастиemiz aş и plus родовое окончание və haqqında danışdığımız şəxsin fe'li sifətin, yəni şəxs şəkilçisi. Молчащий, susan, мужском роде. Молчащая, молчащие, молчащие. İli qınat fe'limiz gonyat, yat olur. Onlar qovurlar. Deməli, yaş şəkilsi и plus окончание рода, cins şəkilsi. Гонящий, yəni qovan, мужском роде. Гонящая, гонящие, гонящие. Говорит qlaqol говорят olur. Yat olduğu üçün bu fe'limizin fe'li sifəti yaş şəkilsi plus окончание рода, i şəkilsini də əlavə edəcəyik. Возвратный qlaqol, yəni qayıdış feillərimiz də rus dilində eyni sistemlə düzəlir. Yəni qayıdış feillərimizin də yenə sondakı cins şəkilçisinə, daha doğrusu üçüncü şəxsin cəmində hallandıraraq indiki zamanda at, yat və yaxud ut, yut qəbul etsə, ona görə yenə uş, yuş və yaxud aş, yaş plus окончание рода, cins şəkilsi və sonda da qayıdışlıq şəkilsi siyanı əlavə edəcəyik. Допустим, заниматься fe'limiz onlar məşğul olurlar. Они занимаются, görürükmü? Yut şəkilsidir. Yut olduğu üçün deməli yuş qoyacağıq. Əgər muşskoy rodda qoyuruqsa, muşskoy rodun, yəni sifətin i şəkilsi plus sia şəkilsinə əlavə edəcəyik. Занимающийся, yəni məşğul olan. İli qlaqol интересовать. Они интересуютtu. Yut olduğu üçün deməli yuş olacaq. Əgər qadın cinsində qoyuramsa aya şəkilsi plus окончание возвратности və qayıdış fe'llərin şəkilsini qoyacağım. Qadın cinsində belə çıxacaq. Интересующаяся. Qayıdış fe'llərini, yəni возвратный qlaqolları tələffüz etmək bəzən sizə çətin ola bilər. Yəni, məsələn, заниматься fe'lini üçüncü şəxsin cəmində, ya onlar deyə qururuqsa, занимающиеся, görürsünüzmü, nə qədər uzun tələffüz olunur. İli интересующиеся. Yəni, bunu tələffüz etmək əgər sizə çətindirsə, o zaman dediyim kimi, который sözünün köməyi ilə də çox rahatlıqla, asanlıqla bu cümlələri qura bilərsiniz. Birinci hissəmiz haqqında bu qədər. Ümid edirəm, yetəri qədər sadə dildə anlattım. İkinci hissəmizi unutmayın. Gəlin bu feillərimizi, fe'li sifətlərimizi cümlələrdə, nümunələrdə işlədək. Baxaq görək necə istifadə edə bilərik. Берегите себя. Увидимся во второй части.